Ayəm, sən başa dönərəm. Bir qərət eləyib gəlmişəm. Xeyr, qələt deyil axı. Sən dörddə mənim qapımın ağzında nə eşsən? Elədir, düz deyirsən. Gecə saatlarıdır. Naməlum şəxslər vətəndaşların həyətlərində narkotik maddələr gizlətdikləri üçün elə sakinlər tərəfindən saxlanılıb. Haqqım var əmin. Gecə saat 4-də mən yatmıram. Bu da bir həftədir mən sizi kimlərin qovalayıram. Düz əmi, düz. Ha. Düz. Haqqım var əmi. İddialara görə bu hal gündüz saatlarında da yaşanır. Yer qazan yerdə uşaqlar tutubdu. Cəhət bir qapıları döyülmüş. Görüntülər Abşeron rayonunun Masazır qəsəbəsindəndir. Son günlər ərazidə sakinləri ciddi narahat edən təhlükəli vəziyyət yaranıb. Qəsəbənin müxtəlif ərazilərində narkotik vasitələrin satışı ilə məşğul olduğu iddia edilən naməlum şəxslərin peyda olması yerli əhalini təşvişə salıb. Masazır qəsəbəsinin Yoncalıq və Cantəpə adlanan ərazisində yaşayan sakinlər bildirirlər ki, gecə saatlarında naməlum şəxslər bu ərazidə peyda olub və onlar vətəndaşların evlərinə, həyətlərinə daxil olaraq əllərindəki əşyaları bastıraraq buradan uzaqlaşırlar. Sakinlər gecə vaxtlarında növbələr çəkirlər və həmin şəxslər artıq dəfələrlə tutularaq aidiyyəti üzrə təhvil veriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik satışı ilə məşğuldular və bu ərazidə vətəndaşlara məhz müxtəlif vaxtlarda narkotik təklif edirlər. Məsələnin ciddiliyi o həddə çatıb ki, artıq bəzi vətəndaşlar təhlükənin qarşısını almaq üçün öz təşəbbüsləri ilə küçələrdə müşahidə aparmağa başlayıblar. Axşamlar yatamırıq. Nə gecəmiz var, nə gündüz, ancaq narkoman oluyoruz. Düşür yollarında alacaq, ora qaç, tuturuq, polis aparır, yenə xeyri yoxdur. Mümkün deyil yaşamaq. Gəlirlər, yeri eşirlər, nə tapırlar, nəyəsə tapırlar, götür aparırlar da, bir gətirib basırır, bir aparır. Bu küçələr demək olar ki, doludur bu narkomanları. Satanlar da bilmirik, nədirsə. Neçəsini tutub vermişik elə bu qonşularla birlikdə. Yenə də bu yəni davam eləyir. Yəni istəyirik ki, bunlar tamamilə yığışdırılsın. Sakinlər deyirlər ki, Masazırda ailələr, xüsusilə də azyaşlı övlad böyüdən valideynlər artıq küçəyə rahat çıxa bilmirlər. Gecə saat 4-ə 5-ə qədər oyaq qalırıq, ancaq narkoman doludur burada. Gəlir nə qədər, turbaların dibinə işir, oradan mal çıxartır, aparır, çıxır, gedir. Nə bilim, nə çıxartır, başımız çıxmır. Qardaş, uşaqları çölə buraxamırıq. Uşaqlar məktəbə gedə bilmir. Ağlayır ki, mən getmirəm məktəbə. Məsələ ilə bağlı ərazidə çəkiliş aparan Xəzər xəbərin əməkdaşları da diqqət çəkən hadisənin şahidi olublar. Belə ki, taksidən düşərək naməlum istiqamətə hərəkət edən bir nəfər şəxs sakinlərin şübhəsinə səbəb olub. Vətəndaşlar həmin şəxsi ilə çəkiliş zamanı saxlayaraq dərhal Abşeron rayon polis idarəsinə məlumat veriblər. Qısa müddət sonra hadisə yerinə gələn polis əməkdaşları şübhəli bilinən şəxsi nəzarətə götürərək polis idarəsinə aparıblar. Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerlikdə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 13 nəfər saxlayıb. Şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Çilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb. Mən İran İslam vətəndaşından külli miqdarda mal alaraq Abşeron Masazır ərazisində konum edərək polis əməkdaşlarına tutulmuşdum. Abşeron rayonunda Xırdalanda narkotiki konum edərkən polis əməkdaşları bizi yaxaladı. İran tərəfindən əldə etdiyi narkotiki, 5 kilo 300 qram narkotiki və Cəlilabad rayonuna götürərək Bakı şəhərində Abşeron ərazisində konum etmişəm. Araşdırmalar davam etdirilir. Ruzanə Kərimli, Nizami Rəsulov, Xəzər xəbər.